Bugünkü 3-cü stansiyanın da yarış gününün sonuna gəldik. Bizim bugün dəyərli və xüsusi qonağımız, avtomobil sahəsində hər kəsin çox yaxşı tanıdığı peşəkar dragerimizdə, peşəkar dragerimiz Seymur doktor. Xoş gəlmişsən qardaş. Sağ ol qardaş. Elinlər çox sağ ol. Sən sağ ol. Bugün özün oradaydın. Bəli. İzlədin, baxdın, baş verənlərin demək olar ki 90%-ni gördün, hətta daha çoxunu. Bəli. Bir təəssüratların, bir fikrin, bir marağın maraqlıdır. Yəni sənə necə təsir elədi bu bugünkü yarış? Bugünkü gün yəni açığı sizin bu təşkilatınız altında təşkil etdiyiniz bu drag racing yəni çox xoş təəssüratlar bağışlayır. Ona görə ki uzun illər belə deyək ki biz bu sahədə çalışmışıq, amma rəsmi şəkildə belə bir çox maşınları bir yerə toparlayıb belə deyək ki sıralama şəklində avtomobilləri bir-birinə oxşar at gücü avtomobilləri bir-birinə qoymaqla insanlarda böyük bir kütlədə həvəs oyatmaq kimi bir şey alınmır bizdə. Lakin bugünkü gün çox sevindirici haldır ki bizim belə bir inkişafımız var və az da olsa irəli gedirik. Təşəkkür edirəm. Biz də nə bacarırıqsa, nə əlimizdən gəlirsə, imkanlar daxilində, şərtlər daxilində bu sahə üçün, bu xətt üçün əlimizdən gələni eləməyə çalışırıq. İnsanlarımız istər-istəməz gün ərzində, əsasən də o sükan arxasında olan insanlar, dostlarımız, avtomobil həvəskarları, əksəriyyəti də, yəni o gərginliyini mütləq şəkildə hələ avtomobil sevən biridirsə, mütləq şəkildə o maşından çıxacaq da, yəni onu. Bunu fikirləşdik, düşündük, planlaşdırdıq ki, niyə də bunu qanuni şəkildə eləməyək ki, hamı həm gəlsin istirahət eləsin, həm maşınını sürsün, həm stresini atsın. Doktor, deməli, drift sahəsinin pilotlarını azdan-çoxdan tanıyırıq. Demək olar ki, əksəriyyətini tanıyırıq. Bəli. Bu sahə üçün bir inkişaf oldu, bir fundament qoyuldu, əziyyətlər çəkildi, amma qalxdı. Yəni reysə düşdü də, belə deyək. Şükür. Amma drag daha çox məsafə tələb edən, daha böyük sürət tələb edən bir yarış növüdür deyə. Bəli. Onun məsuliyyəti də çoxdur. Təbii. Və əminəm ki, bu yolda, bu ilk addımları atanda, ondan sonrası proseslərdə, yığdığın maşınlarda bir keşməkeşliliyin olub mütləq ki. Təbii ki. Bizə və tamaşaçılara çox maraqlıdır sənin bu sahəyə necə gəldiyin, necə marağın yarandığı və ilk maşının hardan başlamısan, neçə başlamısan, nə yığmısan. Biz bilirik, desəydin, tamaşaçılarımız da bilərdi. Əslində ən birinci maraq təbii ki sosial şəbəkələrdən olub. Yəni sosial şəbəkələrdə biz belə deyək ki, bugünkü gün əsasən Instagram, TikTok falan daha çox yayılıb. Bizim vaxtı belə deyək ki, əsasən YouTube idi. YouTube'da da biz xarici ölkələrə baxırdıq. Məsəl üçün Amerika, Rusiya, onlarda təşkil olunan drag racing yarışlarına baxırdıq və onlardan belə deyək ki, o videolara baxdıqca, o yarışlara baxdıqca içimizdə, yəni şəxsən özümü nəzərdə tuturam, içimdə böyük bir həvəs oyandı bu məsələlərə. Əsasən Rusiyada Drag Times kanalı vardı. Drag Times kanalında gördüyümüz videolardan belə deyək ki, həvəs oyandı. Təbii ki, o vaxtları ən ilk maşınlarım belə deyək ki, hansı ki mən belə deyək ki, drag racing üçün, yaxud da sürət üçün ilk tuning elədiyim avtomobilim, baxmayaraq ki, hal-hazırda mən BMW markasının tərəfdarıyam, BMW markasını istifadə edirəm. İlk avtomobil Mercedes olub. Doğrudan. Mən elə bildim ki, sən cümlənin sonunda 90 kurzavı gətir deyəcəksən. Hə, açığı onunla başlamaq istəyirdim ki, çox adamlar üçün, çox insanlar üçün gözlənilməz olsa da ilk avtomobilim 202 W202 2.3 kompresor olub. Və onu da çox belə deyək ki, o zaman üçün mənim fikrimcə çox belə deyək ki, əlverişli, düzgün bir tuning. Bəli. Hətta sizin dövrün belə deyək də sırf o draqla maraqlanmağı vəbşə çətin idi, ümumiyyətlə çətin idi. Yəni indi hardasa bir sosial şəbəkə inkişaf edib, texnologiya inkişaf edib, belə deyək, turbo mühərriklər var, kompresor mühərriklər çoxdur, hətta elektromobilə və elektronik tərəfdən, ən azından elektronik tərəfdən avtomobillərə müdaxilə eləmək daha asandır. Bəli. Nəinki o vaxtı sizin vaxtınızda. Bəli, bizim vaxtı belə deyək ki, ilk avtomobilim dediyim kimi 2.3 kompresor olub, W202
Onu belə deyək ki, tuning elədim və gözəl nəticələr aldım. Belə deyək ki, zavod avtomobil 0-100 sürətlənməsi 8.4 saniyə olmağına baxmayaraq mən ondan 6.5 saniyə əldə eləmişdim. O vaxt üçün də çox böyük bir nəticə idi həqiqətən də. Belə deyək ki, öz zamanında olan BMW markasının məsəl üçün 4.4 M62 540 məsəl üçün 39 Kuza kimi tanınan avtomobillə məsəl üçün baş-başa gedən yaxud da bir çoxsunu keçən bir avtomobil idi. Bütün bu proseslərin deməli başlanğıcı Mercedes-dən başlayıb. Gedib çıxıb Mercedes-ə. Bəli, Mercedes-dən olub, bəli. Özdə 202 Kuza. Bəli, W202 Azərbaycanda çox populyar olan bir ban növüdür. Bəli. Mən də o vaxtı bir avtomobilim var idi. Belə deyək ki, hansı ki mən onu həm gündəlik istifadə edirdim. Bilirsiniz ki, yəni hər halda indi hal-hazırda da 2 avtomobilim var, amma o vaxtı bir avtomobilim vardı. Və bir avtomobillə həm onu tuning edib, onu müəyyən bir sürət üçün, yarış üçün istifadə etmək, həmçinin onunla da belə deyək ki, öz o momentə deyək ki, mən universitetdə oxuyurdum. Universitetə gedib gəlmək, ondan sonra da ilk iş vaxtımda gedib ona işə gedib gəlməyim. Yəni o elə bir optimal bir avtomobil qurmuşdum özüm üçün. Bildim doktor. Amma belə deyək, bayaq bu cümlənin ən əvvəlində mən elə bilirdim sən 90 Kuzanın söhbətini başlayacaqsan. Mənə ona görə maraqlıdır. Yəni sənin 90 Kuzavı da çox güclü bir maşın kimi, çox belə yüksək performanslı bir maşın kimi tanımışıq. 2 Kuza seriyası F82 bizdə səfər. Yox, 2 Kuza məndə F22 idi. F22 Kuza. Bəli 8 motorlu səfər eləməlisə. Ondan da tanıyıblar. Yəni mənə və tamaşaçılara çox maraqlı olar. Sənin bu ikisinin də özdə bildiyim qədərilə 800-1000 arası gücləri olub. Belə deyək, E90 Kuza kimi tanınan avtomobilim 2015-ci ildə mən almışam. Yəni Mercedes-dən BMW-yə keçidim olub belə ki, tuningdə. İlk o vaxtı belə deyək ki, tanınmış və tuningə yararlı mühərrik kimi N54 mühərriyi biraz populyar idi. N54 mühərriyi də belə deyək ki, eyni zamanda çıxan M3 E92, E90 ban növündən müqayisə eləyəndə, hansı ki, baxmayaraq ki, zavoddan daha güclü 4 at gücündən gəlir. Məndə olan model 335 idi, 306 at gücündən gəlir. Baxmayaraq ki, onun at gücü daha az idi. Çox, yəni xırda bir modifikasiyalar etməklə, yəni mən onda elə bir at gücü əldə edirdim, o elə bir M3 modelindən daha sürətli olur. Yəni ilk təbii ki, yəni birdən-birə E90-ın da mən birdən-birə ən maksimal at gücünə getməmişəm. Yəni etap-etap baş verib. Leveldir da, onların hamısı leveldir. Bəli, təbii ki. Necə ki, stage levelıdır, digər həmçinin də digər performanslar. Bəli, stage 1 oldu, yəni 350 at gücünə qədər, sonra stage 2 elədim 400 at gücünə qədər. Son nöqtə təxminən deyək ki, virtual Dino ilə 570 VHP deyək ki, 620-630 at gücü idi. Bizim momenti, yəni o momentə ki, mən o avtomobili tuning edirdim, biraz çətinliklər var idi. Yəni sürətlər qutusundan əlaqədar. O vaxtda sürətlər qutusunun tuningi çox da yayılmamışdı. Və mən o avtomobilin tuningini davam etdirmək üçün, yəni stage 2-dən stage 3-ə keçirmək üçün məcburi şəkildə o avtomobili avtomat, yəni sürət qutusuna dəyişdim mexaniki sürət qutusuna. Çünki o momentə məsəl üçün onu avtomat bugünkü gün çox rahatdır ki, onu avtomat sürətli qutusunu dəyişib tuning eləmək olur. Bəli, 8HP24 məsəl bugünkü gün ən məşhur. 8HP70 qoyurlar, 6HP26 da qoymaq olurdu özününkü, yəni çox xırda bir modifikasiya ilə. O sonralar onu artıq təcrübə yaranır. Mən onu məcbur apardım avtomobili Gürcüstana, Gürcüstanda ona bir həftə qaldı. Avtomobili tam mexaniki sürət qutularına biz çevirdik. Ondan sonra qayıtdıq. Təbii ki, mühərriyin içinə daxil olduq. Onun içində təbii ki, şatum qollar deyirlər. Şatumlar dəyişdi, Porsche-ni dəyişdi, turbolar dəyişdi. O momentə ki, biz onda o 600 at gücünü belə deyək ki, çox çətin Azərbaycanda tapılan super 98 yanacağımla əldə elədik. Hətta indi də çətindir əslində. Hər yanacaq doldurma məntəqəsində yoxdur 98. Ona görə biz məcburi əlavə metanol püskürtmə sistemindən istifadə eləmişdik. Çünki bildiyiniz kimi 98 benzinlə də böyük at gücü almaq çox çətindir. Yəni istər-istəməz müəyyən bir yerdə dirənirsən. Ona görə metanolun da bugünkü gün yəni başa çıxan adamlar bilir ki, Ron'dan 156 oktanı var. Yəni onu istifadə etmək çox əlverişlidir. Xüsusən o ölkələrdə ki, orada belə deyək ki, etanol yanacağı yoxdur, yəni zapravka, yanacaq dondurma mərkəzlərində E85 falan yoxdur. Onlar həmin ölkələrdə metanol çox populyardır.
Yəni mən də o yolla getdim. O momentə metanol pis sistemini yəni quraşdırdım. O moment həmin ki vaxt ərzində o period həyatımda elə bir deyək ki E90 məndə təxminən tuningdə, yəni stage 3 vəziyyətində 4-5 il ərzində oldu. Yəni 60-300 sürətlənməsində heç bir avtomobil Azərbaycanda onu keçə bilməmişdi. Bəli, elə buna gətirirdim. Mənim sualıma ehtiyac olmadı. Özün cavablandırdın. Hə, rolling race bildiyimə görə, ümumiyyətlə o dönəmlərdə sənin o maşınından ümumiyyətlə ölkədə burun-buruna gedə bilən bir maşın yox idi. Yəni nə var idi, amma istəyən yox idi da. Bəli, keçən yox idi. Yəni belə deyək ki, təzə yığılanda çox lap fərqli, belə deyək ki, bizim yarışlarda çox fərq baş verirdi. Ondan sonra həvəslənən insanlar oldu, maşınlar yığdılar, pullar xərcləndi filan. Yenə də belə deyək ki, nəticə etibarilə, yəni o dediyim disiplində, yəni ki, sırf rolling race-də, yəni 60-300 sürətlənməsində, yəni heç bir avtomobil, heç bir yığılma tuning avtomobil Azərbaycanda yəni keçə bilməmişdi E90. Bilirdik. İndi sənə bir dənə maraqlı sual. Buyurun. Amma sən səmimi cavab ver. Təbii ki. 90 Cruzan sənin üçün daha dəyərli, daha yadda qalan olub, yoxsa 2 seriyanı? Açığı, proyektlərin ikisi də çox, belə deyək ki, dərindən oldu, çox modifikasiyalar çox oldu deyən, onların arasında çox çətindir mənə fərq qoymaq. Sadəcə olaraq, ikinci seriyanın fərqliliyi mənim üçün, belə deyək ki, drag racingdə daha professional yanaşma ilə maşın avtomobili əvvəldən X-Drive aldım mən, yəni tam ötürücü bildim. Və 0-100 sürətlənməsində təbii ki, ikinci seriya mənim üçün daha çox yadda qalan oldu və 1.4 mile, yəni ki, quarter mile getməsi üçün təbii ki, o daha belə parladı deyək ki, daha tanındı. Yəni Türkiyədə, Rusiyada, Almaniyada, başqa ölkələrdə, Gürcüstanda belə, yəni o avtomobili tanıdılar, eşitdilər, bildilər ki, belə bir avtomobil var, belə bir modifikasiya. Tamaşaçılarımıza, avtomobil sevərlərimizə, yəni hansını daha məsləhət görərsən? Ümumiyyətcə, yəni özünü qoyaq bir qırağa da, yəni bu sənin hər kəsin zövqü var, təbii ki, ümumiyyətcə bir avtomobil olaraq. Ümumi fikrə uyğun olaraq hansı maşını məsləhət görərsən ki, bu gün üçün yığsınlar, modifikasiya eləsinlər, yəni draqa çıxsınlar, ürəklə draqa çıxsınlar. Hansı ki, həm daha estetik olsun, həm də daha performanslı. Yəni, hər iki tərəfindən də olsun da, həm vizual. Mən daha çox, drag racing daha çox estetikə yəni getmirdi, yəni. Mən daha çox birinci... Amma aerodinamika önəmlidir axı. Yox, aydındır. Mən birinci başlamaq istəyərdim. Hansı mühərriyi tuning etməkdən. Yəni mən hansı mühərriyi seçərdim? Nəinki avtomobil. Onu da göstərmək istəyirəm. Yəni gördüyünüz kimi mən seçimim bəllidir. Doktorun seçimi artıq ürəyindədir. Hər bir insana hansı ki həqiqətən də təbii ki maddiyyat da önəmlidir. Təbii ki, yəni bu sahə ümumiyyətlə maddiyyatdan ibarət bir sahədir. Kim ki drag racinglə məşğul olmaq istəyir, mühərriyi tuning eləmək istəyir, marağındadır və özünün əziyyətinin puç olmasını istəmirsə, yəni xərclədiyi maddiyyatın qarşılığında həqiqi bir nəticə almaq istəyirsə, bəli 8 mühərrik bugünkü gün mənim şəxsi düşüncəmə və bir çox belə deyək ki, dünya tünerləri bunu təsdiqləyir ki, BL8-ə hətta əlverişli mühərrikdir. BL8-ə hətta bugünkü günün CZ2 motoru deyirlər. Hətta bərk dursan, BL8 bu dəqiqə CZ-dən daha güclü və daha performanslı bir motordur, bildiyim. Belə deyək, mən CZ mühərriklərlə də maraqlanmışam. Təbii ki, bu sahədə olduğum üçün Azərbaycanda da bir qism tunerlər vardı ki, o mühərriyi çox sevir və hər bir avtomobilin üzərinə də qoyurlar. Mən texniki cəhətdən əgər belə dərinə getmək istəyiriksə, ki CZ mühərriyin belə deyək ki, bir dənə engine bloku var. Yəni mühərriyin bloku, yəni o ruslar demiş çubuğun blokdur. Yəni o mühərriyin bugünkü gün bu cür texnologiya inkişaf edən bir vaxtda o mühərriyin bizim tuning üçün başqa əlverişli bir şey yoxdur. Yəni o mühərriyin üstünlüyü ancaq onun blokundadır. Amma onun mənfi cəhəti də onun blokundadır. O mənada ki, biz bugünkü gün bir 2 CZ mühərriyi götürsək, avtomobilin
Navisnoy deyək də, üstündə farsonka falan bütün şeylərini götürsək, təxminən 250-270 kilo çəkisi olacaq. Çox ağır bir mühərrikdir. Bu bir. İkinci mənfi cəhəti odur ki, bu mühərriklərin çoxusu uzun illər öncə buraxılıb. Bildiyiniz kimi təxminən 92-ci ildən 1CZ, 2CZ falan bunlar başladı. Birinci QE variantda, sonra GT və s. Yəni turbo variant. Birinci atmosfer çıxdı, sonra turbo variant. Və bugünkü gün biz 2CZ üzərində proyekt yığmaq istəyiriksə, bizim əldə etdiyimiz mühərriyin ola bilər ki, 150, 200, 300 min yürüyüşü olsun. Və artıq tuning sahəsində, yəni bilirik ki, bir dəmirin yorğunluğu var. 100%. Emisiya qanunları da yəni istər-istəməz o köhnəlmə mütləq şəkildə təsir edir. Yəni bu fizikadır, bu məlum. Məsəl üçün Ukraynada götürək ki, bir Y36-nın üstünə 2CZ mühərrik qoyublar. Təxminən 1000-1050 at gücündə artıq ikinci blokda çatlayır. Yəni bu özü bir göstəricidir ki, mühərriyin dəmiri artıq yorulub. Yəni demirəm ki, bu hər bir mühərrikdə baş verir, amma bir çox mühərriklərdə bu görsənir. Artıq baş verir. Bəli, artıq baş 10 il bundan öncə yox idi. Ona görə bugünkü gün 2CZ mühərriyi mən tərəziyə qoysam, 58 mühərriklə onu baş-başa gətirə bilmirəm. Çünki məsəl üçün yağlama sistemi də daha zəifdir. Zavoddan gələn Porsche şatunu 58-dən daha zəifdir. Raspredvalları, məsəl üçün 58-də texniki dərniyə geçək, Valvetronic sistemi var, plus Double One sistemi var. Və bugünkü gün biz 58-in, yenicə mən göstərə bildim ki, tam stok vəziyyətində açılmamış, içinə daxil olmamış, heç bir raspredvalları dəyişməmiş, 900 plus at gücü əldə etmək olur. 2CZ-də bu mümkünsüz bir şeydir. Yəni onun içi açılmamış, onun iç alatı dəyişilməmiş, şatonları, porşinləri, raspredvalları dəyişilməmiş o mühərrikdə təxminən 550-600 at gücü tam limitdir. O da nə qədər istəyəcək sual altında. Ona görə tövsiyəm, əgər bugünkü gün tuning kimsə həqiqətən həvəsi varsa, 58 mühərrik üzərində istədiyi kuzov man ala bilər. Əgər tam estetik istəyirsə, təbii ki, öz seçimim mənim daxili fikrimə, öz düşündüyümə görə ən estetik olan F22 banı F87-yə mən yığmışdım tam. Yəni MK-yə yığmışdım. Sonra da daha sonra da KS detallarının üstünə yəni qoymuşduq biz və mənim üçün ən estetik model o idi. Yəni F87 X-Drive. Yəni əvvəldən də niyyət o idi. Dostlar, deməli doktorun sözlərindən belə çıxdı, belə başa düşdük ki, ümumiyyətlə bir drag avtomobili, bir professional olmasa belə bir performanslı drag avtomobili və həmçinin gündəlik sürmək üçün bir avtomobil yığmaq istəyirsinizsə, bu ilk öncə 4 çəkər sistemi olmalıdır, ilk öncə. Mühərrik sənin beynindəki getmək istədiyin gücə dözməlidir və daha az toxunuşdan daha çox nəticə əldə eləməlidir. Yəni bunun üçün də bugünkü gün ən uğurlu, ən ideal, ən məntiqli mühərrik doktorun da seçiminə görə 58. Yəni bugünkü gün onu tərifləməyə ehtiyac yox. Zaten avtomobil sahibi. Öz-özünə reklam edir. Doktor, bugün gəlmişdin, yarış meydançasındaydın. Yarışlarda gördün. Demək olar ki, hamısını gördüm. Demək olar çoxsunu gördüm. Çox maraqlı situasiyalar oldu, çox qarışıq yarışlar oldu. Belə deyək, hətta içində inciyənlər oldu, hansı ki, haqsızlıq eləmisən deyənlər oldu. Hamısını incələyək professional rakursdan, görək kim necə sürüb, hansı mühərrik, hansı sözü deyib. Assalamu alaikum, xoş gəlmişsiniz. Hardayıq? Stansiya 3-də. Kimlər var? Çək. Gözəl maşınlardır bugün, hə Orxan? Bugün keçən dəfəki qədər eksklüziv, hətta deyərəm keçən dəfəkindən daha eksklüziv maşınlar var. Get-gedə maraq olur. 8 silindir, Sözsüz ki, elektrik, Tesla, hər şey, etanol, metanol, təzə, köhnə, hamı burada. stroker, Hər kəs turbo, ona kompresor, hər şey. Hər kəs obusundan da gözəldir buranın. Və hər maşın özünə görə bir maraqlı bir şeydir. Daha ciplər də var burada. Daşı. Daha bura. Daşı. Ama Passat, VAK burada. Какой-то Passat. Burada globalni proyekt var. Sənə zəhmət olmasa buna xüsusi diqqət istəyirəm.
Ay, sən niyə ayrı seçkili eləyirsən? Mən ayrı seçkili Sən ayrı seçkili eləyirsən. Beynəlxalq proyekt. Bax, sən papağın Mercedes-dir, bu desə BMW-dir. Düz gəlmir. Düzdür. Birinci yarışımız. Sən bayaq dediyin maşınlar buradadır bura. İkisi də buradadır. Maraqlı bir şey olacaq. Sən nə deyirsən? Mercedes, BMW? Mən başımdakı kepkaya əsasən bu Ay. dəfə Mercedes deyəcəm. Mən deyirsən Yalan BMW. olmasın. Görək də. Başlayaq da bura. Başlayaq. Uşaqlar, hazır! Hazır! Y34 Kuza 2.5 Stroker Blokировka most və 3.2 W210 Kuza avtomat sürətlər qutusu. 64-də ədalətdir. Özü qabağa buraxdı, ədalət qabağa buraxdı, amma yenə də finişdə gəldi ki. İkinciyə baxaq. İkincidə də ümumiyyətcə. Yəni görsənir ki, dördgözün belə deyək ki, at gücü daha çoxdur. At gücü çoxdur, yoxsa sürən yaxşı sürdü? Bilirsiniz, Yəni deyirsən mühərriki stok deyil idi. yox, ola bilər ki, stok olsun. Belə deyək ki, bildiyimiz kimi M112 mühərrik 3.2 həcmdə olan 224 at gücüdür. Bəli. 2.5 stroker deyirsiniz, bilmirəm onu, yəni həcmini artırıb 3 mü edirlər, yoxsa 2.5 həcmdə qalıb? Hardasa, yox, 3 stroker olmayıb, amma 2.5-3.8 arası bir şeydir. Yəni 2.8 olsa belə 193 at gücü olacaq, Bəli. belə deyək ki, yenə də. Amma, Sadəcə olaraq oradan Newtonu daha artıq olur onun. Newton və üstünlük var idi ki, 34 Kuzanın çəkisi W210 Kuzanın çəkisindən yüngüldür və mexanika sürətlər qutusudur. Yəni üstünlüyü ona görə İstər-istəməz eyni klass sayılır onlar. İkisi də Bəli. E-klass sayılır. 5-ci seriyada belə deyək ki, W210-da. E34 ilə W210 yarışını gördük. Maraqlı idi. Təbii ki, maraqlıdır. Maraqlı idi. Əslində W210 rəqibi Y39 530i idi. Sadəcə texniki problemlərə görə gələ bilmədi. Ona görə Y34-ü qoydu Bəli, ona burada rəqib. indi biz görürük də, burada daha çox istər-istəməz Y34 Kuzan sürən pilotun öz səriştəsindən və bacarığından çox şey asılıdır. Bəli. Çünki mexaniki sürətlər qutusudur bir. Həmçinin at gücü daha azdır W210-dan. Hətta bax keçirik amma hətta bir ara. Bilirsiniz burada daha çox startdan asılıdır ki, o start momentində əgər mexanika istər-istəməz orada jostk disiplini var. Vaxtında onu buraxır və təkər asfaltı yaxşı tutursa, təbii ki, bir anlıq el arasında zaçep yaxşıdırsa, təbii ki, bir tullanış olacaq. El arasında olmasa da traq aləmində 60 fit deyilən bir şey var, 18 metrə. İlk 18 metrə çox önəmlidir. Xüsusən də belə qısa 150 metr məsafədə. 150-200 metr məsafədə. Amma yenə də ədiş çox qəşəng sürdü. Bəli, təbii ki. Öz maşınının gücünə görə, yəni o şeyə, o motora görə maksimal nə idisə onu sürdü məncə. Bəli, burada ədiş də köhnələrdən. Bəli, maşallah qəşəng sürdü, amma istər-istəməz burada at gücü qalib gəldi. At gücü qalib gəldi. Növbəti CLA 250 ilə F30 328-in yarışması. Bəli. Kimlərdir? CLA 250, F30 328. Hamının maraq dairəsində bütün cavanlar. Bir bunu vidinə görə istəyirlər. Onu da demək olar vidinə görə istəyirlər. İndi sən nə deyirsən? O da yoxsa bu? Papaq başında da yaddan çıxartma. Mən yenə də onun tərəfdarıyam bu dəfə. Yalan olmasın. Gəlsin papağa görə də. Yox, papağa görə yox. Özümüzə görə səbəblərimiz var. Düzünə BMW. Başlayaq. Başlayaq.
Hazır. Hazır. 1. Beyin yoxdur. Beyinə heç nə yazmayıblar deyə. Maşın zavod qarşısında. Ha, 2 dəfə. Sağlam işləmir. Sen niye elə tərpən? Ben süre bilmiyorum. Hə, saxla ev yox, Rəhman gəl. Sən niyə özün? Sən elə kes tərpəndin. Hə, sənə bilmir, o ürəyə dalıb bulanır. Aç, aç. Peki, Rəhman, maşın bir də qalxmadı. Kəsdi görüb ya. Amma bir nüans var. CLI 250 4 çəkər sistemidir, 4 matik deyirlər. Bəli, 4 matik sistemidir. Amma F30 arxa çəkər. Arxa çəkən verildi, bəli. Birinci yarışda qardaş Svetofordan tərpənib. Qardaş deyəndə BMW-nin yiyəsi Svetofordan tərpənib, Mercedes yüzə çatıb. Bəli. 1-0 Mercedes. Belə deyirdi Rəhman. Yarışda daha düzgün tərpənmə, Düzgün, daha bəli, yaxşı bəli, bəli. start. Burun-buruna gedir. Üçüncü yarış. Orxan, nə oldu? 1-1. Başa-baş getdilər. Birinci yarışı CLA apardı. İkinci yarışı F30 apardı. Görək üçüncü yarış, həlleci Final, yarış. final, uşaqlar final. Hansı aparacaqdı? Çox maraqlıdır. Uşaqlar, diqqət. Aha, üçüncü yarış Çox maraqlı yarış, Çox maraqlı oldu. Nədir? M760 qonağı. Oo! Kimdən durur? Tesla Model Y dual motor. Biraz qəribə yarışdı. Hamıya maraqlıdır. Görən elektromobil aparacaq, yoxsa ki canavar. Mən deyirəm canavar. Mən də canavar. Yoxlayaq. Yoxlayaq. Все, давай. Və Tesla Model Y. Yəni burada onsuz da bəlli idi ki, bəlli deyildi. Əslində mən açıq deyim sənə, mən inanırdım BMW-nin onu ötməyinə. Sadəcə burada 150 metr məsələsi sözünü dedi. Mən əminəm ki, %100 əminəm ki, sən də yəqin ki bilirsən ki, 402 metrədə mümkün deyil ki, Tesla nəsə eləsin. Eləmə. Bilirsiniz, bu yarışda belə, yaxud da belə deyək ki, bu yarış olmasın, 402 metr olsun. M760 ilə Tesla Model Y-in performansı da bildiyim qədər həmən Bəli. iştirak edən. Yəni onlarda quarter mile, yəni 1.4 mile çox oxşar saniyələrdir. Yəni mən bildiyim, araşdırdığım qədər.
Burada sadəcə olaraq bildiyimiz kimi elektrik avtomobillərdə Bəli, biri avtomobildir, biri elektromobildir. Bəli, elektromobillərin bildiyiniz kimi startda heç bir itkisi, heç bir sürətlər qutusu olmadığı üçün onlar daha tez start verə bilir və qaza reaksiyaları daha yaxşıdır. Və ona görə bu məsafədə siz deyirsiniz ki, əvvəldən inanırdınız M760 və baxmayaraq ki, mən də BMW markasının həvəskarıyam, mən əvvəldən daha çox meyilli idim ki, Tesla keçəcək, yəni bu məsafədə. Amma 400-yə sürsəydilər, onlarda daha maraqlı olardı. Ola bilər ki, M760 ona çatsın, yaxud da ola bilər ki, keçsin. Hayır, stop! O sual altında, onu Yəni yapamazsınız. hətta orada da dəqiq deyil. Orada da dəqiq deyil. Amma mən nəsə inanıram ki, 402 metrədə yəni Bilirsiniz, M760 100% keçə bilər. Məsəl üçün bizim Tork çoxdur axı. Torkdan başqa bilirsiniz, Çox, yəni. Tesla'da belə deyək ki, bu Tesla modelləri təxminən quarter mile 180 km civarında çıxırlar. Biz də bildiyimiz kimi elektrik avtomobilləri təxminən 160-170-dən sonra onların performansı düşür aşağı. Ona görə deyirəm ki, Və mənim təcrübəmə görə mən bildiyiniz kimi belə bir professional driver kimi minlərlə belə videolara baxmışam və minlərlə yarışmışam. Hətta yarışmışam. Və deyə bilərəm ki, onlarda ola bilər ki, M760 ona ya çatsın, ola bilər ki, keçsin sual altında. Yəni 100% deyə bilmərik ki, M760 onda 400 km-yə keçəcəyik. amma 100% deyirəm ki, imенно xüsusilə M760 ilə Tesla Model Y-ın 402 metrəmizdə inşallah sürüşü mütləq şəkildə olacaq. Çünki o Mən də hər kəsə ki, maraqlıdır. bəli, maraqlı. Hər kəsə maraqlıdır. Çünki bu sırf məsafəyə görə mən hardasa bunların yarışını belə müəyyən qədər düzgün hesab eləmirəm. Sadəcə bəzi situasiyalar oldu. Çünki M760-ın rəqibi Bentley Continental idi. Eyni mühərrik. O da 12 silindir, 4 çəkən, 12 silindir, 4 çəkən. Bentley-də var qrupuna aid olduğu üçün onlara W12 silindirdir. Sadəcə M760-ın rəqibi Bentley Continental modeli gəlmədiyi üçün ona da rəqib, orada heç bir rəqib olmadığı üçün bu sürüş belə deyək də bu məsafədə məcburi oldu. Amma bu iştirakçıların içində düz deyirsən. Amma başqa gün keçən dəfə olan iştirakçıların içində M760-dan 92 Kuza. 92 Kuzanı qoymaq. O da doktor Əhəd doktorun maşını. Bəli, Əhəd doktorun maşını maşallah Çox yaxşıdır. Həm yerindən, həm kvadratmala bildiyim mən Çox yaxşı. Çox yaxşı. Maşallah. Mercedes-Benz W203 Kuza 3.2 motor, BMW Y34 Kuza 3.2 stroker motor, mexanika və blokirovka var. W203 el arasında tülkügöz 3.2 112 motor. 34 kuzov, 3.2 stroker. İkisi de eyni litrajdadır. Bu zavod 3.2'dir, bu ama custom 3.2'dir. Görək hansı aparır. Başlar. BMW çox qəşəng tərəfəndi yerindən. Bəli, burada görsənir ki, BMW-nin sürücüsü çox rasionalcasına öz avtomobilini hiss edir. Bəli, fikir verdin özdə doktor. Birinci skorusda ləngitmədi, gecikdirmədi maşını. Maşallah, həm üçüncü Ölü yeri yarım bir korpus fərq atdı. oldu. Bir korpus oldu, bəli. İkinci yarışlarına baxaq. Biraz zırışma var, amma yenə də hiss olunur. Yenə də Kamran daha güclü olduğunu hiss etdik.
Kamran təbrik edirik. Finalda gözləyirik. 5-ci yarış. Bugünkü günün bizim üçün də, bütün ölkə üçün də ən maraqlı olan, ən fenomenal, bir günün içində ən maraqlı yarış. bəli, GLS 55 mühərrik M113 AMG. mənim də sevdiyim Bəli. kompresor mühərriki və BMW F81 M3 modeli hansı S55 mühərrik. S55 mühərrikini hansı ki ölkədə və bildiyim qədərilə ölkədə ümumiyyətlə bir ədəddir və bildiyim qədərilə ümumiyyətlə dünyada da çox az saydadır ki, qardaş əməlli başlı maşının üstündə əziyyət çəkib, iş görüb. F31 Kuzanı alıb, Bəli, bəli. xaricdən M3 gətizdirib Bəli. və M3-ün bütün sistemini, donor kimi M3 modelini qurban edib F81-ə. Bəli, bəli. Halaldır, həqiqətən də yəni Maşallah olsun yiyəsinə bu qara çox yəni alqışlar düşür. Bəli, bəli, bəli. Baxaq yarışlarına, birinci yarış. Bırak, indi nədir? Şah süfrəsinin neməti, delikates nadir tapıntı M3 F81. Aha, aha. Yanında da legenda, banan, M113 kompresor, hamının xəyalı, hamının aparatı CLS. Ala, banan! Mən bu səfər M3-ün tərəfdarıyam. Çünki bu ümumən mən heç söz yaraşdıra bilmirəm bu maşına. Bunun haqqında danış qurtarmaz. Ay sağ ol. Yəni əsas odur ki, başlayaq görək nə olacaq. Sən nə Görək deyirsən? nəsə. BMW Конечно же BMW. Papaq onu nə deyirsən? Papağı bu dəfə mən tapmalıydım. 100%. Mən deyirəm Mercedes-dir. Oldu, davay, başlayırıq inşallah. Təxminən 1 krilo deyək. Bir krilo Bəli. M3 M3 keçdi. apardı, bəli. İkinci yarış. İkinci yarış. İkinci yarışa baxaq. GLS qəşəng. Hə, DLS-in startı burada daha Çox qəşəng gözəl oldu. Amma yenə də M3 çatır, Amma çata bilmir. çata bilmədi. Yenə də İkinci bir yarışda kiloda Həkim baba apardı. Həkim baba apardı. Üçüncü yarış. Marağı sevmaydı. Çox maraqlıdır. İndi 3-cü yarış olacaqdı. Görək nəticədə hansı aparır. Banan, Mən yenə də M3 tərəfdarıyam. görək. Görək. Şah, başlayırıq inşallah. M3-ün startı Daha oldu effektiv və oldu. finalda bir korpus. M3 F81 apardı. Ha, təbrik edirik bu qarıda. Amma Həkim babanı yenə də gözləyirik. Bu yarışda hansı ki 402 metrə tələb edən bir yarış idi. Bəli. Həkim babanın Tam potensialını aça bilmədi. aça bilmədi və o at gücü çox olsa da Realizasiya biraz çətindir onun. bəli, təkərin gücünü asfalta ötürə bilmədi. Hətta mən xüsusilə bu yarışı gözləyirdim deyə orta məsafədən baxdım. Həkim baba CLS-in yiyəsi ikinci skorusda bir xeyli itki verdi. Yəni maşını ümumiyyətlə yerə ötürə bilmədi. Gücü ümumiyyətlə yerə ötürə bilmədi. bəli, Amma yenə də Həkim babanı Növbəti yarışda 100% gözləyirik də, 100% və inşallah 402 metrədə növbəti yarış Passat Volkswagen Passat B6 F10 F10 2 motor turbo. Ha, sesim getdi ojubilin. Davay. İndi nədir bırak? Belə işlər. Deməli, keçən bölümdən yadınızda qalan F10 528 ay N20 motorla və Passat gəlibdi. 2 turbo da səhv eləmirəmsə. TFCI.
TFCI. Sadəcə mənə bir sizlə maraqlıdır. Buradan da ümumiyyətcə xitab eləmək istəyirəm. Qardaş, bu disklərlə yarışa gəlmir. Hala, insan öz maşınına güvənir. Allah Fərqi canı- nədir? Yenə də görək də hansı Ha, necə- geçen de bilsin ki bizde garajda bundan da var. Heç Gözde nə. brat. Var, Onu da var. hatsansa efire çıkaracak. İnşallah. İtop. Ağa. Başlıyoruz brat. Başlayırıq. Sen fikrin nedir? Mən taksikdə BMW. Ha, bu indi hakikaten auto. Bu stoktu. Bu stoktu, bu stoktu. Bu, ikisi də stok. bu 200'dü. Bu da ise 245 olmalıdır. Ha? Ona görə deyirəm ki, Çok indi manağa yəni olacak. disk məsələsi var. Ala Çox ne itki yapışmasın verir. diske. Aa, qardaş, çox itki verir. Millət bura gələndə 15'li disk taxır gəlir maşındakı. Kaka özüne güvenir de. Heç nə. Bizdeki de garajda olan 19'luk üstünde. Sən onu gətirib draqa çıxartmısan ki o diskləri. Yok, imunu onunla getireceğim. Heç nə, Gelsem onunla getireceğim. Gətirərsən bu yarışa da bax. Все, başladık. Çalar. Reklam. Tərpənmədi gözlər. Burada startdan F10. görsənir ki, yəni çox F10 böyük F10 bir- bağışlama değil mi? Hə, imkan vermədi. Nəfəs almağa. F10 imkan vermə. İkinci yarışlarına baxaq. İkisi də 2 turbo və stok maşınlardır. Birində arxa çəkən, birində qabaq çəkən. Yəni Amma yenə də arxa çəkməyinə baxmayaraq F10 fərq atdı Passata. belə qısa məsafələrdə arxa çəkən daha əlverişlidir hər halda. Baxmayaraq ikisi də monoprivoddur. Yəni arxa çəkən forward, yəni FVD-dən, qabaq privoddan daha üstündür. Onu da gördük bugünkü gün açıq-aşkar. Bəli, Rüfəti təbrik edirik. F10-u sürəni Maşallah. növbəti mərhələdə finalda gözləyirik. Aha, aha. Çox maraqlı yarış idi. Çox Mən də xoşuma maraqlı. gəldi. Çox maraqlı. BMW Y36 3.2 Stroker, mexanika sürətlər qutusu və blokировka most. Digər model isə BMW F33 Cabrio 2 motor turbo stok. Avtomat sürətlər qutusu. Bəli, avtomat. Birinci yarışlarına baxaq. Bırak, indi nəsə maraqlı bir şey temada burada. Ha? 36 Kuza, tamamilə custom 3.2, 32 Kuza F seriyası kuzov kodu BMW-dir, 4 seriyası. Mən bir dənə replika demək istəyirəm deyil, qocanı qoca görmür, gecə gör. Mən 36-dan Qəşəng sözdür tərəfdarım. da, qəşəng sözdür. Mən fakt 36-dan tərəfdarım. Sən hansından tərəfdarım? Bırak, bırak pisləməsin. Kes tavoysan, mən bunu götürəm, mən olar. Yox, mən o replikasında dedim. O mənlikdir. Davay, başlayırıq. Davay, start. Baxa görək, indi nə olacaq? F36 çatdı ki, F30'u çələndə götürür. Hə, burada pilotun da çox böyük önəmi Çox, var. ümumiyyətlə burada Həqiqətən pilot var. önəmlidir. Yəni, Burada pilot önəmli idi. bəli. Yəni baxan kimi bilinir ki, aşağı yuxarı at gücləri eynidir. Aşağı yuxarı. Və Burada əslində daha müasir maşın idi. Düzgün pilot olsaydı bəlkə də burun-buruna gedərdi, hətta keçə də bilərdi. burada Amma mənim- çəki fərqi də əslində böyükdür. Bildiyiniz Ha, ha, kimi kabrioletlər eyni kozada olan kabriolet vanları daha bir 150-180 kilo daha ağır olduğuna görə yəni bu fərq də əmələ gəldi də. Bəli, bəli. aralarında. Çəkic söhbəti çox önəmlidir. Sadəcə amma bu Amma start da alınmadı deyək. F33 start iştirakçıların ikisini alınmadı. də tanıyıram deyə Bəli. bilirəm ki, ona görə pilot da çox önəmli idi burada. Yəni o F32 turbonun şeyi deyil idi, gücü deyil idi o. Olar, olar. Yəni bu qədər məsafə ilə geridə qalmağa. Heç nə, ikinci yarışlarına baxaq onların. Aa, mən dilin elə. Bizi axşam İndi boş tırk alacağım mən bunu. Qəşəng sözdür.
dəqiqə olar səni, müəllim. Gördük nətər gedir. Amma onun Axşama qədər boşdan iynə yəni. eləmək istəyirəm. Tamaşaçılar onu sən gözləyir. Qaz verə görək. Mən yoxam axşam. Az ver. çəkilişdə. Alay, oturduq qərar verdik. Qonaq olan çəkilişdə. Yavaş sıv, sıv. Yenə də Yenə də startda startda 36 kullanılır. F33-də yaman gecikmə var deyim. Bəli. Yəni launch control tanınmırmış kimi tərpənir. Yəni çox qeyri-peşəkar tərpənməkdir. Bəli. Həmin sanki gecikmə var. Yəni o Bəli. sanki o tormoz pedalını buraxır, qazı basır. Bəli. Sanki mühərrikdə ya beyində gecikmə var, çox gec tərpənir. Əminliklə deyə bilərəm ki, heç o Bəlkə də launch controlu başa da bilmədi. AST-ni söndürməyib o. O da ola 100% deyirəm də sənə. Olar. Nəysə, Məhəmmədi Y36 Kuzanın Təbrik edirik. sürücüsünü təbrik edirik, finalda gözləyirik. Növbəti yarış. BMW F30 2 turbo, Hyundai Santa Fe 2 turbo ön çəkən. Bu nədir? Burada F30'umuz var, 328. Hamını tanıdığı, hamını. 2 turbo. Santa Fe de 2 turbodur. Maraqlı yarışdı o. Çox maraqlı yarışdır. Bilsən, kateqoriki əlaqəsiz ola bilərlər, amma bizim millətə çox maraqlı yarışdır mən fikirləşirəm. Çünki aktualdır, müzakirə mövzusudur. Santa Fe nəyə aparar, nəyə aparmaz. Ha, sən bildin semiyini maşın. Amma nəsə orada olmalıdır. Yəni 2 turbo sport variant deyirlər də bu Santa Fe-lərə. Başlayaq mı? Başlayaq. At gücü Santa Fe'nin çox olsa da F30, BMW F30 Burada istər-istəməz çəki önəmlidir. çəki önəmlidir. Bəli, biri SUV-dur, biri sedandır. Bəli. Belə deyək. Həmçinin F30-u sürəndə F30, hə. yaxşı tərpətdi. Aralarında da fərq çox kifayət qədər 2 korpusdan Bəli. artıq fərq oldu. Bəli. İkinci yarışları Bu da ikinci yarışları. Artıq ortada iki korpus var idi. Heç finala Sonra getmək öcə istədi. 3 korpus olduğunda. Orada bir dənə çox narahat qonağımız var. Mış girir kadına. Neyse, F30 sürəni təbrik edirik, növbəti mərhələ gözləyirik. Hə, bu da çox maraqlı idi, amma İkisi də qırmızı. İkisi də İkisi qırmızı. də BMW. BMW Z3 Custom 3 motor M54 mexanika sürətlər qutusu, BMW F30 2 dizel Stage 1 N47 mühərrik avtomat sürətlər qutusu. Birinci yarışlarına baxaq. Fırat, nədir bu? Qarşınızda BMW F30 dizel. 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 O ha. derece sakit işləyir. Yəni maşallah var, gözdən nəzərdən irə. Allah oldu. Bir də BMW Z3 var. Mən fikirləşirəm ki, Z3-ü tanıyan bir insanın, sırf bu avtomobilin varlığından xəbər olan adamın maşın zövq olma ehtimalı yoxdur. Burada artıq əsas maraq yarışdan çox maşınlardadır. Mən elə Açıqını çıxardım, baxın bunu. M54 3 motor, mexanika, swap. Görşən. İdeal, gözəl yarış. Sən can, kim deyirsən? Mən burada açığı tərəfkeşlik. Mən yenə də onun tərəfdarıyam. Ala imkan ver də. Ya, Yaxşı, mən deyirəm ki, dizel, nöt. Bax gör neynisən. O uçacaq da. Başlayaq. Başlayaq. Oy. Tak.
Burada sanki Z3 bir təkərdən eşməyə Bəli, başladı. bəli. LSD-nin olmamalı özünü 100% göstərdi göstərdi. və çox geri qaldı. Çox itki verdi. F30 ortaya çatıb, Bəli. Z3 hələ də eşir, praktik Təxminən 2 eləyir. yarım 3 korpus fərq oldu. Bəli, bəli, Finişdə. Çox təəssüf. O maşının tək mostu blokirovka olsaydı, Bəlkə daha fərqli nəticələr 100%, olar. 100%. Çünki düzgün sürüdü əslində, amma yenə də blokirovka most sözünü dedi də, yəni Bəli. İkinci sözü. İkinci yarışlarına baxaq. Ne oldu ha? Qaqaş, burada sürət söhbət deyil. Dizel, axı. nöt. İndi nöydün onsuz gedişinə şübhə eləyənin Ne başına oldu? başı Bayaqdan çıxmır. insan ki, Mən getməkdən demirəm. O delikatessi deyirəm. Xahiş edirəm, ittiham eləməyin mənə. Kameranın zibilləri böyle. İkinci yarışda daha effektiv tərpəndi Z3. Yaxşıdır, amma Fərq biraz daha az, amma yenə də 2 korpusa yaxın fərq oldu. bəli. Belə deyək, Engerhiyetinin o Newton metrinin aşağıdan olması da daha rahat start verməyə kömək edir. Bəli, itki vermir axı, Bəli. orada praktik eləmir. Hə, doktor. Baxdıq hamısına. Bir professional rakursdan gördük. Hansı ki, həqiqətən də bizim üçün də belə deyək də sporlu Bəli, yarışlar müqayisəli. var idi. Hə, müqayisəli yarışlar var idi. İndi daha aydın oldu. Bəli. Video ilə oturub izləmək daha rahatdır. İstərsəniz orada Bəli. finişdə duran fərqli insandır, startda duran fərqli insandır, sürücülər hərəsi fərqli söz deyə bilər. Bəli. Çaşbaşlıq yarana bilər. Videodan izləmək daha rahat. Amma mənə görə çox maraqlı oldu. Çox kaş ki dedim. Amma kaş ki 402 olardı. Çünki burada İnşallah. daha yüksək performanslı maşınların gücünü sanki Tam potensialını açmaq üçün ən azından 402 metrə 100% olmalıdır. Dünya standartı. Və hər bölümdə qeyd edirik. Bu yarışmada doktor uduzdum söhbəti yoxdur. İnsanlarımız var. İndi adam da özündən asılı özü şıx eləyəndə o var da, yəni Daxildə var. qəbul eləməmək hissi var. Uduzmağı qəbul eləmir. Hər Amma bir bu əyləncədir, bu var. idmandır. Bu biz bunu edirik ki, insanlarımız stres atsın, dincəlsin, amma çox maraqlıdır. Həqiqətən də mənim özümə yəni maraqlı oldu şəxsən. Təbii ki, biz nəzərə almalıyıq ki, orada olan avtomobillərin bir çoxu ya stok, yaxud da xırda modifikasiyalı avtomobillərdir və onların yiyələri bugünkü gün belə şəraitdə gəlib öz avtomobilləri yoxlamaqları onlar üçün özü böyük bir şansdır, böyük bir şəraitdir, rahatçılıqdır, yaxşılıqdır ki, onlar da bir gələcəkdə belə deyək ki, hətta siz deyirsiniz ki, o kəslər ki, o uduzdu, cırnama hissi oldu, yaxud da nəsə onların xoşuna gəlmədi, içindən gəldi ki, mən udmaq istəyirdim, nəsə səhv oldu, falstart oldu falan. Onlar üçün də bir motivasiyadır ki, gələcək yarışda, yaxud da gələcək maşınlarını daha da modifikasiya eləsinlər, öz pilot bacarıqlarını daha da artırsınlar, səriştəliyini artırsınlar ki, daha düzgün, vaxtında, düzgün şəkildə start versinlər, öz avtomobillərini daha yaxşı bilsinlər ki, onlar necə tərəf edəndə avtomobil necə gedir, hansı müəyyən işlər görülməlidir. Məsəl üçün, orada gördüyümüz kimi iştirakçıların müəyyəni gəlirdi ki, arxa təkərin havasını azaldım, yaxud da burnout eləyim, korobkanı məsəl üçün sporta qoyum, yaxud da DSN-i söndürüm, yaxud da launchu qoşum, yaxud qoşmayım. Həkim babamız götürürdü, getdiyinə rejimə qoyurdu, gəl çıxardırdı. Yəni bəzi şeylər hər halda belə bir testlər olmalıdır ki, hər kəs bilsin ki, öz avtomobili hansı bir vəziyyətdə ən maksimal potensialını realizasiya edəcək və onlar da istədiyi nəticəni alır. Belə deyək, daha sevincli, daha rahat gedəcək. 100%. Yəni ilk növbədə mühərriklərindən istədikləri rezultatı ala bilsinlər. Növbəti isə öz üzərində işləsinlər. Bəli. Launch kontrol eləməyi bilsinlər. Çox önəmlidir. Xüsusilə önəmlidir ki, launch kontrol, əgər draqla məşğul olursunuzsa və yaxud da olmaq istəyirsinizsə, ən önəmli şeydir. Launch kontrolsuz draq, yəni elə bil ki, düzdür, müəyyən avtomobil təkər yandırmadan drift eləmək kimi bir şeydir. Bilirsiniz necədir? Stok maşınlarda daha çox
avtomobillər launch kontrola bağlı olur. Bəli. Bunu qeyd edeyim, vurğulayım yerində ki, lakin modifikasiya olmuş avtomobillərdə launch control qoşacam avtomobilim ideal gedəcək deyə bir şey yoxdur. Yo, orada Onu nəzərə hər almaq şey, lazımdır. Orada artıq hər şey Bəli. düşür. Məsələn mən özümü götürüm. Bəli. Bildiyiniz kimi, yəni mən də öz X5-imlə bu yarışlarda iştirak etmişəm. Doktorun özü 2-ci stansiyadaydı və növbəti mərhələyə keçən penaltılarımızdan biridir. Onsuz da doktoru gözləyirik. Bəli. Və mən o elədiyim 4 yarış bir alınmadı, 3 yarış deyək. 3 yarışdan heç birində avtomobilin sırf launch control rejimində istifadə etməmişəm. Hətta. Bəli. Yəni mən orada öz avtomobilimin dəfələrlə dragi vasitəsilə yoxlamışam və baxmışam ki, hansı vəziyyətdə mənim avtomobilim 60 fiti, yəni ilk 18 metrəni daha effektiv gedir və onu mən öz avtomobilimi bildiyimə görə mən həmən yarışda, yaxud da başqa yarışlarım olanda belə launch kontroldan istifadə edirəm. Çünki avtomobilimin mühərrik sürətlər qutusunun deyək ki, proqramı dəyişilib və ona uyğun mən özüm tənzimləyirəm. Hə, indi orada məsələ sən nədir? Orada sən o bir misal var, deyir, sən maşının xarakterinə uyğunlaşırsan, ya maşın sənin xarakterinə uyğunlaşır. Burada məsələ odur ki, sən artıq onu öz xarakteri və uyğun hazırlamısan və onun da xarakterini çox gözəl bilirsən deyə sənin üçün o launch control önəmli olsaydı, sən onları eləməyib elə ondan eləyərdin. Sən deməli bilirsən ki, sənin üçün bu xarakteristika daha önəmlidir. O yüzdən sən ondan istifadə eləmirsən. Yəni bu xüsusi insanlar və xüsusi maşınlara aid. Bəli, hər kəsin deyil. Bəli, yəni okolo stop deyək də, yəni stoka yaxın, yaxud da xırda modifikasiya avtomobillərdə təbii ki, tövsiyə kimi siz də tövsiyəyirsiniz, mən də tövsiyə edirəm ki, launch kontrolunuz yoxdursa, proqram şəklində onu açdırın, kalirovka eləyin, qoşdurun, qoşmağı öyrənin. YouTube-dan baxın ki, nəyi, hansı palajeniyə, hansı selektoru necə qoymaq, hansı pedallara basmaq, necə basmaq lazım ki, launch kontrol qoşulsun və ən effektiv tərpənişinizi startınıza edəsiniz. Eşitdiniz də dostlar, burada təcrübə danışır. Yəni bunun üzərinə də mənim nəsə əlavə eləməyim artıq olar. Doktor, gəldiyinə görə sənə təşəkkür edirik. Çox xoş oldu, həqiqətən də səndən mən də sizə təşəkkür edirəm ki, məni çağırdınız. Bu gözəl söhbətdə həmçinin bugünkü baş verən drag racing yarışlarını biz burada belə deyək, xırdaladıq, çözdük. Orada görə bilmədiyimiz, qərar verə bilmədiyimiz, şübhə altında qalan məsələləri bildik, incələdik və bugünkü görüşümüz çox xoş oldu. Mənə də söhbətimiz də xoş oldu. İnşallah gələcək görüşlərə qədər İnşallah görüşərik. Stansiyada vururlar. İzləmədə qalın.